Hər vaxtımız xeyir. Bugün təhsil dünyasını demək olar ki, alt-üst edən bir adamdan danışacağıq. Psixoloq Jerome Bruner və onun inqilabi fikirlərindən. Amma bir dəqiqə, heç fikirləşmisiniz, biz əslində necə öyrənirik? Yəni, bu proses beynimizdə tam olaraq necə gedir? Gəlin, bu işin dərinliyinə gedək. İlk baxışdan, bu sual biraz qəribə səslənir. Belə deyilmi? Yəni, 5 yaşlı bir uşaqla bir fizik cazibə qüvvəsini necə eyni cür başa düşə bilər? Əlbəttə ki, onların anlayışları fərqlidir, buna şübhə yoxdur. Amma bəlkə də hər ikisinin də eyni fundamental konsepsiyanı öz səviyyəsində dərk etməsi üçün bir yol var. Bax, məhz Jerome Brunerin nəzəriyyələri bizə bu qapını açır. Və Brunerin cavabı əslində çox sadə, amma bir o qədər də dərin bir fikirdə gizlənir. Deyir ki, istənilən mövzunu, istənilən adama, istənilən yaşda öyrətmək olar. Bəli, düz eşitdiniz. Əsas məsələ nəyi öyrətdiyin deyil, onu necə çatdırdığındır. Gəlin, indi bu dahiyanə yanaşmanın içərisinə bir baş vuraq. Görək nə demək istəyir. Yaxşı, bugünkü söhbətimizin planı belədir. Əvvəlcə onun ən cəsarətli iddiası ilə başlayacağıq. Sonra öyrənmənin 3 əsas mərhələsinə baxacağıq. Fəaliyyət, təsvir və simvol. Oradan biliyin spiralı konsepsiyasını keçəcək. Sonra kəşf edərək öyrənmənin nə olduğunu aydınlaşdıracağıq. Və ən sonda da bütün bunların real dünyada bizim üçün nə anlama gəldiyini müzakirə edəcəyik. Elə isə başlayaq. Birinci hissə, istənilən şeyi öyrənmək mümkündür. Bu, həqiqətən də radikal bir fikir idi və o vaxtki təhsil qaydalarına tamamilə zidd idi. Baxın, bu stat hər şeyi deyir. Brunerin ən məşhur, ən fundamental fikri budur. Və öz dövrü üçün bu, sözün əsl mənasında bir inqilab idi. O deyirdi ki, problem mövzunun çətin olmasında deyil. Yox. Problem bizim onu necə təqdim etməyimizdədir. Məsələ, məlumatı uşağın və ya şagirdin başa düşəcəyi səviyyəyə uyğunlaşdırmaqdır. Amma diqqətli olun, bu bəsitləşdirmək demək deyil. Bu, mövzunun özəyini, mahiyyətini qoruyaraq, dürüst və anlaşılan bir dildə izah etmək deməkdir. Yaxşı, sual yaranır. Əgər hər şeyi öyrətmək mümkündürsə, bunu necə edəcəyik? Bunun yolu, metodu nedir? Bax, Brunerə görə cavab bizim 3 fərqli təfəkkür tərzimizdə gizlənir. Bu tərzlər əslində bizim məlumatı necə qəbul etdiyimizi, beynimizdə necə saxladığımızı, yəni kodlaşdırdığımızı göstərir. Deməli, bu 3 tərz bunlardır. Birincisi, hərəki, yəni hərəkət edərək bir işi görərək öyrənmə. İkincisi, ikonik, yəni şəkillərlə, təsvirlərlə öyrənmə və üçüncüsü, simvolik, yəni dil və simvollar vasitəsilə öyrənmə. Gəlin, indi bunların hər birini ayrı-ayrılıqda açaq. Başlayaq hərəki tərzdən. Bu, öyrənmənin ən təməl formasıdır, ən ibtidai, amma ən güclü forması. Yəni, fiziki olaraq nəsə etməklə öyrənmək. Bədəniniz sanki özü bilir, nə etmək lazım olduğunu. Velosiped sürmək ən yaxşı nümunədir. Bunu kitablardan oxumursan, elə deyilmi? Sadəcə edirsən. Və ya bir uşağın kubiklərdən qala qurması. Bütün bu biliklər birbaşa əzələ yaddaşında, bədəndə kodlaşdırılır. Hərəkətdən sonra gəlir ikonik mərhələ. Burada artıq fiziki hərəkətlər yavaş-yavaş zehni təsvirlərlə, yəni şəkillərlə əvəz olunur. Artıq bir şey mütləq etmək lazım deyil. Onu beynində görə bilirsən, canlandıra bilirsən. Məsələn, bir mebeli yığmaq üçün təlimatdakı diaqrama baxmaq ya da bir yerə getmək üçün xəritədən istifadə etmək. Bütün bunları məlumatı vizuallaşdıraraq anlamağımıza kömək edir. Və gəldik zirvəyə. Simvolik mərhələ. Bu, təfəkkürün ən abstrakt, ən yüksək səviyyəsidir. Burada biz artıq məlumatı təmsil etmək üçün sözlərdən, rəqəmlərdən, riyazi düsturlardan, yəni simvollardan istifadə edirik. Məsələn, pişik sözü. Bu sözün özü tüklü 4 ayaqlı bir heyvanın simvoludur. Və ya E bərabərdir MK kvadratı tənliyi. Bu, kainatın bir qanununun simvolik ifadəsidir. Bax, bu simvollar sayəsində biz çox mürəkkəb ideyaları düşünüb bir-birimizi ötürə bilirik. Yaxşı, deməli, öyrənmək üçün 3 fərqli alətimiz var. Hərəkət, təsvir və simvol. Amma sual budur, bu alətləri tədris prosesində zamanla necə effektiv şəkildə bir araya gətiririk? Brunerin bu suala da möhtəşəm bir cavabı var. Spiralvari kurikulum. Bax, elə bu spiral şəkli ideyanı mükəmməl izah edir. Məntiq çox sadədir əslində. Sən bir mövzunu bir dəfə öyrənib kənara qoymursan. Əksinə, həmin mövzuya təkrar-təkrar geri dönürsən və hər qayıdışında onu biraz daha dərin, biraz daha fərqli səviyyədə anlayırsan. Gəlin bu prinsiplərə bir-bir baxaq. Hər şey sadədən başlayır. Məsələn, elə cazibə qüvvəsi mövzusuna qayıdaq.
İlk mərhələdə uşağa bunu bir topu yuxarı atıb, onun yerə düşdüyünü göstərərək izah edirsən. Bu hərəkə öyrənmədir. Bir müddət sonra eyni mövzuya yenidən qayıdırsan. Bu dəfə bəlkə də planetlərin günəş ətrafında necə fırlandığını göstərən bir şəkil istifadə edirsən. Bu ekonik öyrənmədir. İllər sonra isə artıq Newtonun cazibə qanununun riyazi düsturlarını keçirsən. Bu da simvolik öyrənmədir. Fikir verdiniz, hər dəfə eyni mövzudur, amma hər dəfə daha mürəkkəb və daha dərin səviyyədə. Hər yeni mərhələ əvvəlkinin üzərində tikilir. İndi isə gəldik Brunerin fəlsəfəsinin bəlkə də ən vacib hissəsinə. Kəşf edərək öyrənmə. Baxın, burada fokus tamamilə dəyişir. Artıq diqqət mərkəzində müəllim ya da kitab deyil. Diqqət mərkəzində şagirdin özüdür. Bruner deyirdi ki, həqiqi, qalıcı öyrənmə bizə cavablar hazır şəkildə veriləndə yox, biz o cavabları özümüz axtarıb tapanda baş verir. Bu cədvəl aradakı fərqi deyərdim ki, çox kəskin şəkildə göstərir. Gəlin, müqayisə edək. Ənənəvi təhsildə müəllimin rolu nədir? Mühazirəçi. Bəs tələbənin rolu? Passiv dinləyici. Məqsəd nədir? Əzbərləmək. İndi isə Brunerin modelinə baxaq. Burada müəllim kimdir? Bələdçi, yol göstərən bir fasilitator. Tələbə isə aktiv bir kəşfiyyatçıdır və son məqsəd əzbərləmək yox, həqiqətən dərindən anlamaq. Bəli, bütün məsələ də elə budur. Kəşf edərək öyrənmək sizə verilən faktları yadda saxlamaq prosesi deyil. Bu, suallarla boğuşmaq, fərziyyələr irəli sürmək, səhv etmək və nəhayət öz nəticələrini çıxarmaq deməkdir. Öyrənmə prosesi darıxdırıcı bir mühazirədən çıxıb, həyəcanlı bir kəşf səyahətinə çevrilir. Və inanın, bu səyahətdə qazanılan bilik heç vaxt unudulmur. Yaxşı, bütün bu nəzəriyyələr, modellər çox gözəl səslənir. Amma bəlkə də düşünürsünüz ki, bunların real həyatla nə əlaqəsi var? Bütün bunların bizim üçün, gündəlik həyatımız üçün nə faydası var? Gəlin, indi bu ideyaların sinif otağının divarlarını aşıb, real dünyada necə işə yaradığına baxaq. Qısacası Brunerin mirası budur. O, təhsilə baxışımızı tamamilə dəyişdi. Onun ideyaları bizə bir daha xatırladır ki, öyrənmənin nə yaşı var, nə də sərhəddi. Yetər ki, düzgün yolla get. Sadədən başla, mürəkkəbə doğru spiralvari şəkildə irələ. O bizə deyir ki, passiv dinləyici olmayın, aktiv kəşfiyyatçı olun. Və bu sadəcə məktəb partası arxasında keçərli bir qayda deyil. Bu, ömür boyu davam edən bir öyrənmə fəlsəfəsidir. Sonda isə icazə verin, sizi bu sualla tək buraxım. Bir anlıq düşünün, öyrənməyin heç vaxt mümkün olmayacağını düşündüyünüz o mürəkkəb şey nədir? Bəlkə bu yeni bir dildir, bəlkə pianoda ifa etməkdir, ya da kvant fizikasıdır, kim bilir? İndi Brunerin bu alətlərini, hərəkət, təsvir, simvol və spiral yanaşmasını zehninizdə canlandıraraq həmin o mümkünsüz mövzuya necə addım-addım yaxınlaşa bilərdiniz? Bəlkə də o qədər də mümkünsüz deyil, nə deyirsiniz?